Səlis nitqlə danışmaq vacibdirmi? Ləhcə ilə danışmaqdan niyə qaçırıq və bir çoxları bunu nankorluq kimi dəyərləndirir? Hansı yolu seçək? Bundan danışacağım. Əvvəlcə onu deyim ki, biz səlis nitqlə o zaman danışmağa borcluyuq ki, biz hardasa çalışırıq, bizim işimiz danışmağı tələb edir və bizi dinləyənlər maneəsiz və səliqəli şəkildə olan bir nitqə qulaq asmalıdırlar. O bizim borcumuzdur. Amma ləhcədən də imtina etmək lazımdırmı? Mən burada belə bir misal çəkərdim sizə. Fərz edək ki, ev üçün geyindiyimiz ev paltarları və şəhər üçün saxladığımız şəhər paltarları. Biz şəhərə çıxan kimi geyimimizi dəyişirik. Bu danışığımıza da aid ola bilər. Məsələn, mən özüm də Qarabağlıyam. Baxmayaraq ki, Qarabağlıyam, öz evimizdə mən Qarabağ ləhcəsində və uşaqlarım da bu ləhcədə təmiz danışır. Amma təbii ki, bax sizlə danışanda, təlimlərdə və digər işlərində mən daha doğru bir Azərbaycan dilinə əməl eləməyə çalışıram. Çünki düşünürəm ki, mən başqalarına da nümunəyəm. Və siz də bu yolla gedə bilərsiniz. Ləhcəni dəyişmək də mümkündür. Bunu qısa zamanda etmək olar və bu işdə sizə yardımcı ola bilərəm. Müraciət edin, təlimlərimizdə iştirak edin və qısa zamanda necə dəyişdiyinizi və iş yerində də nə qədər uğurlara nail olduğunuzu özünüz görəcəksiniz. Buyurun.